Hər vaxtınız xeyir, əziz tamaşaçılar, hər birinizi xoş gördük. Sport 1 Az YouTube kanalının Dünya Çempionatı özəl buraxılışının növbətçisini çəkirik. Bugünkü qonağım Sumqayıt Futbol Akademiyasının direktoru, həm Türkiyəli, həm Almaniyalı saymaq onu Hakan Sünal olacaq. Hakan müəllim, xoş gördük hər birinizi. Sizinlə bərabər artıq geridə qalan 4 oyunu danışacağıq. Başlayaq və başlamamış onda qeyd edeyim ki, bugünkü çəkilişimiz studiyadan kənarda mənə çox doğma olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutur. Açıq havada çəkiliş eləmək istədik. Ümid edirəm ki, bu fərqlilik də tamaşaçılarımız üçün maraqlı olar. Onlar üçün də maraqlı olar. Beləliklə, Hakan müəllim, xoş gördük bir daha. Başlayaq əvvəlcə İsveçrə-Qətər oyunundan. Məlum məsələdir ki, qrupun ilk oyunu Kanada heç oynamışdı və bu baxımdan, qrup liderliyi baxımından hamı gözləyirdi ki, İsveçrə həm də qrupun favoritlərindən biri hesab olunur. Hər kəs gözləyirdi ki, Qətər üzərində rahat qələbə qazanacaq və artıq ilk turdan sonra qrupda vəziyyət şəkillənəcək. Amma gözlənilən kimi olmadı. Son dəqiqələrdə Qətər yığması özü üçün çox vacib qolu vurdu. Bu onların həm də dünya çempionatlarında ilk qolu idi, ilk xalını qazandılar. Nə deyə bilərsiniz bu oyunla bağlı? Nə gözləyirdiniz, nə gördünüz? Ben de sizin gibi fikrimde öyleydi ki İsviçre %100 favoritti bu grupta. Ama tabii ki onu da fikirleşmek lazım ki hava şəraitı öğlen vaktinde oynadılar ve çok istiydi. Ben maç gide özümde de öyle ki fikirleştim. Bunun Katar'ın netice götürme xeyrinedir. Çünkü onlar istide oynamaya alışkındı ve meraklı taraf odur ki Katar'ın bütün oyuncuları öz ligasında oynuyor. Hiçbiri hariçte oynamır. Seferimizde bir nefer hariçte oynuyor. Yanlış yapmasam. Ve hamımız da zaten Katar liganın seviyesini de bilirik. Yani benim için çok büyük bir sürpriz oldu Katar'ın çıkışı. Bunun sebepkarı da benim fikrimce meşçileriydi. Lopetegui tabii ki dünyaca ünlü bir meşçiydi. Hatta maç sonrası Murat Yakın'ın açıklamasında veyahut da maç öncesi açıklamasında dedi ki yani Katar'ı bilirik ama Katar'ın en büyük faktörü meşçiler olacak. Meşçilerine karşı da oynamak zorunda olacağız. Ve sonuçta da zaten 1-1 bence haklı bir netice oldu. Geç vurdular golü ama Katar'ın çıkışını çok beğendim. İsviçre'de tez gol vurdu. Ondan sonra birazcık belki oyuna tam kendisini fokuslaştıramadı. Bir arxayınlıq var idi. Arxayınlıq vardı, evet arxayınlıq vardı ve maç sonunda da şoka düşdülər ki, artı dakikalarda golü bıraktı. Hakan, mən bir məsələ ilə bağlı vurğulayım. Məlumdur ki, biz özümüz də bir yerdə birlikdə Qatarda səfərdə olmuşduq. Orada futbola böyük investisiya qoyulur. Həm dünya çempionatı orada keçirildi. Bundan başqa müxtəlif fondlar vasitəsilə dünya futboluna investisiya qoyurlar. Ölkə futbolunu inkişaf elətdirmək üçün müəyyən layihələr həyata keçirirlər. Xüsusilə də uşaq futbolundan bağlı yaxşı layihələri var. Yəni necə düşünmək olar? Yəni bu Qatarın görüb görəcəyi ilk qol, ilk xaldır, yoxsa həm bu dünya çempionatında, həm də növbəti gələcəkdə bu Qatar futbolunun bir inkişaf perspektivi görünürmü? Düz kayladım. Ondan 2 yıl önce Katar'a gittiğimizde Espeyer Akademi'ye özümüz şahit olduk ki hangi şeriatları var ki ne imkanlarla adamlar çalışıyor ve tabii ki bunlar bu işe böyle 2015-16 öyle yıllarda başladı ve 2022 Katar Dünya Kupası'na bir ilk merhale hazırlık gibi görürəm bunu ve orada da yani çok kötü bir çıkış ettiklerine de inanmıram. Ama gelecek yıllarda eğer bu yolu devam ederlerse benim fikrimce de belki bir 8'de 1'e kadar çıkabilecek bir komanda yaratabilirler önümüzdeki yıllarda. Aydındır. Artıq bu qrupda bütün komandaların bir xalı var və ilk turdan sonra hələ heç nə aydın deyil. Hər şey demək olar ki, sıfırdan başlayacaq. Növbəti oyunlar olacaq. Biz isə o qrupu qoyuruq, keçirik gecənin bəlkə də ən maraqlı gözlənilən oyununa. Braziliya, Mərakeş, Fas oyunu. Sizə uyğun dildə deyim. Sonra anlaşmazlıq olmasın. Bu oyun bir çox adamlar bu qrupda hər iki komandanı şanslarını yüksək dəyərləndirirdi və ilk turun oyunu da qrupun mərkəzi oyunu idi. Heç-heçə başa çatdı. Bəziləri üçün bəlkə də sürpriz oldu, amma Mərakeş futbolu da inkişafda olan Mərakeş də futbolu inkişafda olan bir ölkədir. Hətta onlara dırnaq arası
Afrikanın Braziliyası deyirlər və oyundan əvvəl Əşrəf Hakimi də öz açıqlamasında bunu vurğulamışdı ki, bizə də Afrikanın Braziliyası deyirlər. Heç kəsdən də zəif deyilik, geri qalmırıq. Təsadüfi deyil ki, sonuncu dünya çempionatında da yarımfinalda vəsiqə qazanmışdılar. Sonuncu Afrika Millətlər Kubokunda finalda hərçənd məğlub oldular, amma çempionluq onlara verildi. Bu biraz fərqli administrativ qərarlardır, buna girməyək. Yəni fakt budur ki, Mərakeş güclü futbol ənənəsi olan, hazırda faktiki də güclü bir ölkədir. Bu oyundakı nəticə heç sizin üçün sürpriz mi oldu, yoxsa gözlədiyiniz bir şey mi oldu? Ümumiyyətlə oyun necə keçdi? Bence sürpriz olmadı. Ben aslında bol gollu bir maç bekliyordum. Gol epizotları da gole çevrilseydi öyle olacaktı. Marrakeş'in hakikaten son yıllarda büyük bir çıkışı var. Hatta onu da kaydedeyim ki U20 dünya şampiyonu oldular. Bəli. Beşçileriyle. Ve yani ona demek isterim ki onların da bir istikameti, bir yolu, bir strukturlaşması görünür. Yani geleceğini cavan uşaklar da, cavan oyuncular da kuruyorlar. Brezilya'sı demeyeyim. Ben maç gide sandım ki Brezilya Portugalya ile oynuyor açıkçası. Biraz da forma Çünkü rengi. formalar da aynıydı. Oyun stilleri de onlara okşurdu. Bir müddet öyle fikirleştim ki onlar hakikaten Portugalya level'ında oynuyor. Çok meraklı geçti oyun. Tabii ki heyetlere baktığımızda Marrakeş'in heyetinde de dünya yıldızları var. Öyle demek olabilir. Yani bir Əşrəf Hakimi, bir var, Bono, Brahim yani Brahim'di, Diyaş vardı. Yani heyetleri çok güçlüydü. Kolektif oyununu çok beğendim. Yani hele ilk başlangıç vakitlerde Brezilya'yı çok dağınık bir şekilde gördüm. Çok dağınıktılar. Müdafaa hattına dönemirlerdi. Ve Marrakeş'in oyunu çok strukturlu bir şekilde. Təsadüfi deyil ki, elə dövrə arasında Carlo Ancelotti yarım müdafiədən 2 adamı birdən-birə əvəzlədi, Evet. Çünki onu qane etmirdi. Evet, onu da Sefele Mürsel aparıcı dedi ki hayatında ilk defa 60'tan önce oyuncu değişikliğine gidip Ancelotti'nin normal tarzı bu değildi. Ama o da gördü ki hatta tribünalardan da fitler gelmeye başladı. Yani Brezilya'yı ben özümde şoktaydım ki bu vaziyette gördüm. Bunun tabii ki çeşitli sebepleri olabilir. Ama sonuçta böyle diyeyim size individual keyfiyetlerden Brezilya Vinicius Junior'da biri yaptı. Şükür etsinler ki 98'deydi Sefele Mürsel Marrakeş'in son bir şansı vardı. Evet. 2-1'de uzatabilirlerdi. Gösterir ki yani artık Brezilya o 70'li, 80'li, 90'lı yıldaki Brezilya'yı gözleyirik ama hele de yıllarca göremerik. Yəni bir neçə fərdi ulduzu olsa da, amma komanda şəklində niyəsə də tam yaxşı çıxış eləyə bilmir. Hətta seçmə mərhələdə belə çox zəif çıxış eləmişdi. Dünya çempionatına gəlməmək kimi bir vəziyyət yaranmışdı Braziliyada. Sonra Carlo Ancelotti baş məşqçi kimi gətirdilər. Bir təhər son 3-4 oyunda toparladı. Komanda o 6 komandalıq siyahıya düşdü və o da bütün komandalar, bir dənə Argentina daha çox xal yığmışdı, qalan bütün komandalar demək olar ki, hamısı 28 xal yığmışdı, eyni xalla çıxdılar. Yəni Braziliya adətən seçmə mərhələlərdə də belə çətinliklərlə üzləşmirdi, çox rahat bir şəkildə o seçmə mərhələlərini keçirdi, dünya çempionatına daha rahat gəlirdi. Nəysə bu dəfəki Braziliya o Braziliya deyil. Bir de onu kaydetmek isterim. Yani Brezilya her defada bir cavan uşak çıkarıyordu, bir dünya ulduzu yetişiyordu. Onları da göremiyorum. Bu son vakitlerdeki böyle bir 18-17 yaşında misal Pele, misal Ronaldinho o vakitler Ronaldo'lar, büyük Ronaldo'lar falan. Yani onun geleceğini de tam ben... Endrick var indi heyətdə 19 Endrick yaşlı. var ama yani o seviyede değil onlar. Yani o seviyede. seviyede dünya ulduzundan danışıram ben. Aydındır. Yəni bu oyunda oyunun nəticəsi biz Mərakeşin əziyyətini yerə vurmayaq. Həqiqətən yaxşı komandadır, güclü komandadır, amma həmçinin də həm də ki Braziliyanın da zəif çıxışını mütləq burada qeyd eləməliyik, vurğulamalıyıq və sonra gecənin növbəti oyunu, bu qrupun növbəti oyunu Haiti, Şotlandiya oyunu idi, İskoçya, Şotlandiya oyunu idi ki, bu HCC-dən sonra Haiti də ümumiyyətlə çempionatın, həmçinin də bu qrupun ən zəif komandalarından biri hesab olunur. Baxmayaraq ki, Şotlandiyada çətinliklə qələbə qazandı, Haiti ilə asan təslim olmadı, amma istənilən halda Şotlandiya qələbə qazandı, 3 xalı əldə elədi və İlk turdan sonra demək olar ki, artıq Şotlandiya ən pis halda yəqin ki, ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə adlaya biləcək. Bu oyundakı nəticə sizin üçün sürpriz oldu mu? Nəzərə alaq ki, Şotlandiya özü də illərdir ki, Avropada orta babalardan sayılsa da illərdir dünya çempionatına gedə bilmirdi. Tabii ki bence burada tecrübe danıştı. Tecrübesine göre uttular maçı. Haiti yaxşı çıxış etdi.
Özümüz de zaten burada şahit olmuştuk. Azerbaycan millisiyle Bəli. karşı Elə oynadılar. bu stadionda Bu oynamışlar. stadyonda oynamışlardı ve keyfiyetli oyuncuları vardı. Tecrübeleri yoktu. Bence tecrübesizlikten birazcık uduzlar, öyle diyeyim size. Və nəhayət bizim haqqında daha geniş bəhs eləyəcəyimiz oyun səhər saatlarında saat 8-də oyun start götürdü. Türkiyə-Avstraliya maçı. Bu oyundan qabaq həm Azərbaycan mediasında, futbol ictimaiyyəti arasında, həm Türkiyə mediasında, Türkiyə futbol ictimaiyyəti arasında böyük ajotaj var idi. Hər kəs Türkiyənin oyununu maraqla gözləyirdi. Sonuncu dəfə 24 il bundan qabaq 2002-ci ildə dünya çempionatına qatılan Türkiyə yığması 24 illik fasilədən sonra yenidən dünya çempionatına gedirdi. Çox yaxşı bir futbolçu nəsli yetişib Türkiyədə. Demək olar ki, hər mövqe üzrə Türkiyənin çox dünya səviyyəli ulduz oyunçuları var. Baxmayaraq ki, və o seçmə mərhələdə qrupda sadəcə bircə oyunda məğlub olmuşlar İspaniyaya, sonra playoff mərhələlərini lazım olan nəticə əldə edəcək şəkildə keçdilər. Hər şey onu göstərirdi ki, Türkiyə Avstraliya qarşısında mütləq favoritdir. Türkiyə Avstraliyanı rahat məğlub eləyəcək. Amma bütün, belə demək mümkünsə də bu şüşəyə dəyən daş effekti oldu. Birdən-birə bütün ümidlər, arzular çilik-çilik oldu və Türkiyə heç kəsin gözləmədiyi halda 2-0 məğlub oldu. Siz başlayın, sonra davam gətirək. Nə idi məğlubiyyətin səbəbi? Nədən, hardan başlayaq? Belki mağlubiyetin sebebinden bir tanesi oydu ki biz çok kendimize güvendik, çok ahrayndık ki bu maçı udacağız. Rakibi küçümsedik demeyeyim ama rakibin oyun stilini bence tam çözemedik. Oturmuş müdafaydı, ex-hücumlara çok dikkat verendi, fiziki güçlü bir komandaydı. Ve benim fikrimce orada belki Vincenzo Montella'nın çok geç bir vakitte oyun stilini değiştirmesi skora bizim tarafımızdan bir netice veremedi. Bilirsen ki Deniz Gül diye bir hücumcumuz var. Tam bir 9 numara forvetti. Ben onun son 85'te seferlemirsem oyuna saldı. Birazcık geç gördüm. O tip oyuncular bu maça gerekti. Maalesef Montella öz bildiği o heyeti bıraktı. Ama gidişat onu gösterdi ki değişmek lazımdı sistemi falan. B planı yox idi Montella'nın. Sanki bir komandanı tamam, sən seçmə mərhələni də, playoffları da bu heyətlə oynamısan. 9 numara, pivot 9 nömrə olmadan oynamısan, aydındır. Amma sən gördün ki, en azından elə 25-30 dəqiqədə artıq bəlli oldu ki, sən bu müdafiəni yara bilməyəcəksən bu sistemdən. Sənin hücumun sivri ucuna attığın Kərəm Aktürkoğlu boyu balacadır. Sən cinahlarda oynayan oyunculara, həm Ardaya, həm Barışa, xüsusilə də Barış 6-7 dəfə top kəsdi cərimə meydançasına, asma elədi. Amma bunların hamısı ittibatlı. Çünki niyə? Şotlandiyanın 1.90 plus boyunda iki belə qala kimi müdafiəçiləri var ki, yəni onların arasında Kərəmin hansısa bir nəsə eləyəcəyi gözlənilmirdi. Montella isə israrla bunu davam elətdirdi. Biraz da belə kobud çıxacaq. Yəni mənim Montella haqqında bu sözü işlətməyim bilməm nə dərəcə doğrudur, amma belə bir ifadə vardı ki, axmaq adam o adamdır ki, hər dəfə eyni şey eləyir və fərqli nəticə gözləyir. Təəssüf ki, dünən biz Türkiyənin oyunda bunu şahid olduq. Dəqiqələr irəlilədikcə eyni şey cinaha topu çıxardılar. Hətta ilk dəyişiklikləri belə cinah üzərindən oldu. Oradan Orkunu çıxartdı, Ardanı mərkəzə atdı və Yunusu atdı sağ cinaha. Buradan Zəkini çıxartdı, Mert Müldürü saldı. Yəni sona qədər cinahlar üzərindən nə isə eləməyə çalışdı, amma alınmadı. Siz demiş, bəlkə də Dəniz Gülü biraz erkən oyuna ata bilərdi və yaxud ki, bu heyətlə də fərqli şeylər edə bilər. Kərəmi biraz arxaya çəkib bağlantı oyuncusu kimi istifadə edə bilərdi, amma təəssüf ki, olmadı. Və Montella'ya qarşı böyük artıq bir ictimai qınaq, ictimai təzyiq başlayıbdı. Necə düşünürsünüz? Hər şey bitdimi, yoxsa hələ nəsə dəyişə bilərmi? Yok, tabii ki bu yeni modusta birinci maçtan sonra hiçbir şey bitmez. Yani sen evvelde kaydettiğin gibi 3 hallada 3. yerden, yaxşı 3'üncülerden çıkabilirik. Yani 12 gruptan 8 komanda çıkacak. Tabii ki yani. beklemirdik açıkçası bu neticeyi. En azından bir heç olabilirdi. Ama şimdi bunun bir de pozitif tarafını çıkarmak lazımdı ki son 2 maça daha farklı çıkacağız şimdi. Çünkü daha istekli yok. Daha neticeye ağırlık oynamak zorunda kalacağız ki en azından 3 maksimal 4 hal. Bizim şansımız belki onu getirebilir ki son maça Amerika zaten işi garantileyecek. Sohbet sadece 1-2'den gidecek. Ki Amerika orada belki bazı oyuncularını
playoff marhalesine dincəldirib oradan bir hal götürsək, Paraguay'da utsak 4 halla en az 3. yerden çıkacağımıza inanıyorum. Bu qrupun gedişatı mənə 2002-ci il dünya çempionatını xatırlatdı. Orada da ilk oyunda Braziliyaya məğlub olub. Baxmayaraq ki, həmin vaxt 2002-də Türkiyə yığması çox üstün oyun oynayırdı. Hətta Braziliya ilə başa-baş oynayırdı məğlub olsa da. Amma istənilən halda məğlub oldu. İkinci oyunda Costa Rica ilə heç-heç elədilər və sonuncu, üçüncü oyunda Braziliyanın Costa Ricanı fərqli məğlub etməsi, Türkiyənin isə Çin üzərində 3-0 hesablı qələbəsi ilə növbəti mərhələyə keçdilər və ondan sonra yol açıldı. Elə bir ki, Türkiyə yığmasının sanki alnına yazılıb bu çətinliklər. Heç bir şey asan olmur. Mütləq bir hesab kitabı olmalıdır. Əlimizdə bir hesablayıcı. O uduzsa, bu udsa, bu bundan heç eləsə, nəsə bir şey olsa Türkiyə qrupdan çıxır. Hər il eyni senarini, hər dəfə, hər turnirdə eyni senarini yaşayırıq. Bax, Paraguayda növbəti rəqib Paraguay olacaq. Paraguayda baxmayaraq ki, ABŞ-a 4-1 hesab ilə məğlub oldular, amma ümumiyyətlə o Cənubi Amerika seçmə mərhələsində Paraguay ən az gol buraxan komandalardan biri idi. Cəmi 18 oyuna cəmi 10 gol buraxmışdı. Və daha çox 0-0, 1-0 bu oyunlarında ən çox bu nəticələr qeydə alınıb. Yəni müdafiəsi möhkəm, sağlam komandadır. İndi Montella da bu komandalara qarşı oynamaqda biraz çətinlik çəkir. Montella daha çox top rəqibdə olanda baskı, təzyiq, pressing eləyib, topu alıb keçid hücumundan gol vuran komandası var. Yəni onun formalaşdırdığı komanda bu cürdür. Dünən Avstraliya topu verdi Türkiyəyə, gözlədi və Türkiyə topla heç nə eləyə bilmir. Yəqin ki, oxşar senarida Paraguaya qarşı olacaq. Düşünürsünüzmü ki, heyətdəmi, oyun stilindəmi nəsə bir dəyişiklik eləyəcəkmi Montella? Aslında açıkçası ben sana bunu da demek isterim ki Kenan Yıldız'ın birazcık az zedeli olması ve sonradan oyuna girmesi de birazcık tesir etti komandaya. Çünkü nereden baksan o komandanın yıldızlarından sayılır. Ve inşallah onun berpası gider o maça kadar ki baştan oynar. Bence çok büyük bir faktördü Kenan Yıldız. Yani onun sonradan oyuna girmesine de tesirini gördük ki sol kanattan nece atakalar gitti. Ve gole yakın da çok bir oyuncudu. İnşallah onun start heyette başlamasını gözlürəm Paraguay maçında. Büyük bir değişikliğine gideceğine inanmıram açıkçası Vincento Montella'nın. Çünkü o aslında böyle bakanda kvalifikasyon maçlarında da subut etti ki alınıyor. Bir tek gol şanslarını işte değerlendirmek lazım. Yani öyledik ki gol şanslarımızı değerlendirseydik, biz utsaydık hiç kimse bugün bunu tartışmayacaktı. Ama gelin yani gol şanslarımız oldu açıkçası. Az oldu, çok olmadı ama oldu. Topa sahip olmamız %70'lere yakındı. 82% səhv eləmirəmsə də pas isabət, dəqiq pas. Bence ne çok aydın oldu. O aydın oldu ki Türkiye müdafasında sıkıntılar var. Yani bir müdafaa arkasına atılan topla orada iki ağır adam var. Hem Məri, hem Abdülkerim. Evet, yani ben bunu Ozan Kabak oynasa bəlkə daha farklı bir şey ola bilərdi. Evet, yani gollere baktığımızda hakikaten yani bir baksan birisi müdafaa arkasına atılan toptan şey oldu. Öbüründe de oyun kurgusundan topu kaptırdık. Ama Türkiye'nin sıkıntısı hakikaten müdafada. Benim fikrimce. Yani müdafaa Ozan Kabak Bundesliga tecrübesiyle o öbürü ikisine bakmayarak birazcık daha celt bir oyuncu tipi ve ben aslında onun oynamasını bekliyordum açıkçası ama oynamadı. Onun müdafada bir değişiklik edebileceğine inanırım ama hücum hattında fazla bir değişiklik edeceğine inanmıram. Ama siz dediyiniz kimi əgər Kenan Yıldız sağlam olsa, start heyətində başlasa, bunun özü də çox önəmli faktordur. Çünki Kenan Barış Alper'dən fərqli olaraq Barış Alper xət boyunca hərəkət edən cinah oyuncusudur. Kenan isə topu sol cinahda alır, mərkəzə doğru meyllənir, dribling eləyir, özü zərbə vurur və ya komanda yoldaşını zərbə mövqeyinə çıxardır. Yəni fərqli stil futbolçulardır. Barış daha çox fiziki gücə dayalı qaçsın, xət boyunca dala qabağa qaçsın. Yəni biraz fərqli stil oyunculardır. Ola bilər ki, siz demiş, əgər Kenan Yıldız tam sağlam olsa, oyuna hazır olsa daha farklı bir Türkiye yığması göre bilərik. Ve Avustralya'ya bakmayarak Paraguay bence o kadar çok katı müdafaa etmeyecek. Ona da baktığımızda şimdi iki tane uduzan komanda birbiriyle oynayacak. Daha açık bir maç gözlüyorum. Ben de vurgulayacaqdım onu çünkü artık Paraguay'a da onlara da galiba lazımdı. Bize de o bize galiba birazcık daha faydamız olacak ki onlar da açık futbol oynayacak. Utacağımıza inanırım ama yine de şüpheliyim. Görək, gözləyək, hadisələri səbirlə gözləyək. Və nəhayət bu axşam saat 21:00-da bir oyun var. Bu da yenə sizə doğma olan başqa bir komanda.
Almaniya millisi və yenə də turnirin bəlkə də hətta Haitidən də, Qətərdən də, digərlərindən də hamısından zəif, ən zəif komandası Curaçao ilə oynayacaq Almaniya millisi. Bundestim adətən bu nə qədər qarşısındakı rəqibin kimliyindən asılı olmayaraq oyuna ciddi yanaşması tipik Alman nizamı ilə fərqlənir. Siz necə düşünürsünüz? Yəni rəqibin zəif olmağı nəyəsə çaşdıra bilərmi, biraz fikir yayındıra bilərmi, yoxsa yenə tipik o 2002-də Səudi Ərəbistanı 8-0 yenən bir Almanya, tərzi bir Almanya mı görəcəyik? Evet, Almanların ciddiyeti çok yüksekti. Yani hiçbir vakit kimseyi küçümsemiyorlar. Ona göre de ondan sonra oyunu da bırakmıyorlar 3-2-0'dan sonra. Benim fikrimce de bugün netice belki bugüne oynanan maçların en fazla gollü maçı olacak. Bir 6-0 olabilir. Almanlar çok ciddi hazırlaştı bu şampiyonata, bilirsen ki Almanların da sıkıntıları oldu. Geçen 2014'ten bu yöne kadar aslında. Son iki dünya çempionatında gruptan çıxa bilməyiblər. Evet. Ona göre çok ciddi yanaşıyorlar bu meseleye ama onlarda da heyet sıkıntısını görürəm. Hatta müdafada aynı Türkiye tarzında onların da müdafada sıkıntılarını görürəm. Tabii ki onu turnuvanın gelecek maçlarında daha dakik göreceğiz. Curaçao'ya karşı onu fazla görebilemeyeceğiz. Yəqin ki Tah və Schlottenberg mərkəz bütünlüyü ilə çıxacaq oyuna. Evet, onların ikisiyle çıkacak ama ondan sonra da adam yoktu. Yani onlar zedelense birazcık keyfiyet de düşecek. Almanya'nın heyetine baktığınızda ilk 11'i yüksek seviyedeydi ama ondan sonraki yedek Rotasya heyetinde için. de rotasya içinde azdı. Yani bu uzun bir maraton olduğuna göre orada ileriki merhalelerde sıkıntı çekebileceklerine inanırım. Hücum xəttində kimin oynayacağını gözləyirsiniz? Havertzlə başlaya bilər yoxsa Voltamade mi? İkisi də yaxşı mövsüm keçiriblər. Yo, bence oynayacak Florian Wirtz, Havertz ve büyük ihtimalle Musiala'yı fikirleşirem oynatacak hücum hattında. Hücum hatları çok güçlü, kreatifti Almanların. Ona diyecek bir şeyimiz yoktu. Bir tek işte Almanlardan beklentiler Almanya'da çoktu. Onu da açık ve net diyeyim. Bu təzyiq yarada bilər. Tabii ki yani bu tezik yaratacak. Almanlar çok çabuk küsen bir milletti böyle netice olmayınca. Julian Nagelsmann'ın da şimdi büyük bir tecrübesi yoktu açıkçası demekse Dünya Kupası baresinde. Ama ben özüm şahsen Julian Nagelsmann'ı tanırım. Benim Almanya'daki meşlik vaktimde biz yüz yüze gelmiştik. Hatta turnirlerde O gelmiştik. Hoffenheim'daydı, siz Hoffenheim'daydı. Eintracht'ta. Evet, U16'da bir turnuvada karşılaştık. Turnuvayı da Udup'ta. Aslında turnuva tip bir meşçiydi. Onu da demek lazımdı. Benim şansım ondan ibaretti ki iki tarafım da bu şampiyonatta oynayacak. Birisi elense öbürünün devam gidecek. O hep benim büyük bir avantajımdı. Umarım ki ikisi de bir dahaki merhaleye çıkar. Ondan sonraki merhaleye de çıkar. Gəlin onda Səhv eləmirəmsə 4'te 1'de bile üst üste düşebilirler. Mən onu deyəcəydim, gəlin sizə mən bir problem arzulayım onda. İnşallah ki bu iki komanda bir-biri ilə oynayar. Siz də bilməzsiniz, qalarsınız belə hansı nazarkeşlik eləyəsiniz. O başıma gelipti. Avrupa şampiyonadaydı səhv eləmirəmsə. Üst üste 2008. düştü. Evet, 2008'de çok müthiş olmuştu. Və Almaniyadan keçək həmin qrupun digər maçına. Gecə saat 3:00-da olacaq oyun. Fil dişi sahili Ekvador maçı. Ekvador da Cənubi Amerika futbol ekolunun təmsilçisidir. O da bayaq dediyim kimi o 6 komandadan biridir, hansı ki çox çətin bir yol keçdilər. Onlar bir-birlərini orada seçmə mərhələsində çox yordular. Bura gələnə qədər. Fil dişi sahili isə Afrikanın şirləri, belə demək mümkündürsə. Çox yaxşı komandadır, yaxşı heyəti var. Necə düşünürsünüz? Bu oyundan nə gözləyirsiniz? Dediğin gibi iki komanda da çıkıştadır. Yani Ekvador, Cenubi Amerika'da hangi level'daysa Afrika'da da fil dişi sahilini öyle görürüm. Yani seviye olarak birbirine benzirler. Ona göre de bir heç-heçe veririm o maça. Benim fikrimce. Öyle. Heç-heçə. Heç-heçə düşünürsünüz. Və bu oyundan qabaq isə mən istədim bu qrupu yekunlaşdıraq. Bəlkə də turnirin ən maraqlı oyunlarından biri, bəlkə də qrup mərhələsinin ən maraqlı oyunlarından biri baş tutacaq. Bakı vaxtı ilə saat 12-də Niderland-Yaponiya oyunu. Hər iki komanda öz qruplarının favoriti göstərilir. Hətta bəziləri Yaponiyanı daha öndə görür. Mən yəni bununla bağlı mən çox danışmayacağam. Sözü sizə vermək istəyirəm. Necə düşünürsünüz komandaların vəziyyəti, heyət baxımından nəticə necə ola bilər? İlk turdu deyib biraz ehtiyatla mı oynayarlar, yoxsa ki bu iki komandadan gözlənilən açıq oyunu görə biləcəyikmi?
Ne düşünürsünüz? Evet, Hollanda ile başlayalım. Çok gizli favoritti her defa. Bu defa da öyle ki Alman bir tane ekonomist var, bir formula yaratıptı. 2014'ü düz kaydedip de Almanya olacak o program. 2018, 2020 yani son 3 Dünya Kuboku'nun galibini evvelden dekik bildi. Ve bu defa da şok olarak der ki Niderland çıktı. Dünya Evet. Kuboku'nu kazanan. Maraqlıdır. Meraklı bir sohbetti. Şimdi böyle bakanda tabii ki Japonya son 20 yılda böyle diyeyim bir inkişaf gitti Japon futbolunda ve hatta son şampiyonatta da gördük ki çok istekli, çok fiziki yani boy şeyden demirem ama fiziki Dözümlülük. dözümlülükten tutmuş, süretlerinden tutmuş çok mükemmeller. Yaxşı oyuncuları da var, Avrupa'da oynayan oyuncuları var. Ben Japonlardan hakikaten sürpriz beklerim Amerika'da. Ona göre de iki komanda üst üste gelecek. İkisi de açık futbol oynayacak. Belki de bol gollü bir maç olacak. Ahırda ikisi de gruptan çıkacağına inanırım ve ikisi de 8'de 1'e kadar gideceğine inanırım. Elə görürsünüz. Evet. Amma gəlin nəzərə alaq ki, yəni bu iki komandanın mübarizəsində digər komandalara da yaraya bilər. Bunların mübarizəsi, bunların bir-birindən qarşı xal itirməsi digər komandalara yaraya bilər və günün sonuncu oyunu səhər saat 6:00-da artıq bu növbəti günə sayılır, amma biz indi bu günü hesablayırıq. İsveç Tunis matçı keçiriləcək. İsveç xüsusilə də hücum xətti çox göz oxşayan bir hücum xətti var. Gyökeres və İsak kimi bir hücumçusu olan bir komanda istənilən rəqibə qarşı təhlükəlidir. Tunis də yəni özünə görə normal bir rəqibdir. Afrikanın şimalında yaxşı futbol oynayan bir rəqibdir. Daha çox Afrika futbolundan çox, daha çox Avropaya yaxın tərz futbol oynayan bir komandadır. Bu oyundan bağlı da qısa fikirlərinizi alım. Bəli, onları da aynı level'da görürəm iki komandayı. Şimdi Tunis bana birazcık kara kutu gibi gelir çünkü fazla bir malumatım yoktu. Şimdi onu da fikirleştirdim ki Avrupa'da başka yerde oynayan oyuncuları böyle büyük takımlarda yok, yanıma gelmir. Ama kaydettiğin gibi İsveç'te son o 94'ten sonra büyük bir çıkış oldu yine de bu son vakitlerde. İshak olsun, Gyökeres olsun, müdafada oyuncular da olsun. Orada ben favori İsveç'i görürəm. Kesinlikle udacaktır bu akşam. Evet, bu seher. Səhər. Bu seher Tunus'u orada fazla şansı görmem. Bir tek ne olabilir? Vakit olabilir ki onlar yine öğlen vaktine düşecek. Nece Katar'la İsveç. Aha. Yani o maçın kopyası da olabilir. Aydındır. Aydındır. Təşəkkür edirəm. Çox sağ olun. Bugünkü verilişimiz bu oyunlara həsr olundu. Məncə çox kifayət qədər axıcı, maraqlı bir söhbət oldu. Qoşulduğunuz üçün sizə təşəkkür edirəm. Sağ olun, var olun və hər kəsə, bütün futbol azarkeşlərinə, həmçinin özümüzə də seyir zövqü yüksək, maraqlı bir dünya çempionatı arzulayıram. Sağ olun.